Salam, dəyərli dostlar, dəyərli izləyicilər, hər birinizi səmimi qəlbdən salamlayıram. Allah sizləri var eyləsin, Allah bərxudar eyləsin diləyirəm. Dəyərli dostlar, ruh və insan dərslərimizin bugün 12-ci mühazirəsi ilə, 12-ci çıxışı ilə sizlərin qarşısında olmağın məmnunluq hissini keçirdirəm. Biraz bəlkə də mürəkkəb cümlə qurdum. Dəyərli dostlar, bugün inşallah bu günləri deməli danışacağımız mövzumuz belə deyək ki, bir boşluğa düşdüyümüz zaman oradan necə qurtula bilərik? Yəni o ruhun xüsusiyyətləri və ruhun özünü bərpa etmə mexanizmlərini biz bəzi misallarla bugün izah etməyə çalışacağıq və dərsimiz də qısa olacaq. Bəri başdan deyim, çox uzun şəkildə getməyəcəyik, sadə dillə üzdən deyəcəyik, belə deyək. Dəyərli dostlar, deməli, belə deyək ki, biz bunu mən əsasıyla ümid və yas mövzusu ilə mən bunu əlaqələndirmək istəyirəm. Ümumiyyətlə, insan təcrübəsində ümid və yas yalnız emosional reaksiya deyil, həm də daxili o tərəzi kimi, o daxili tarazlığın bir göstəricisi kimi olur. Yəni biz bunu necə başa düşə bilərik? Yəni bir boşluğa, bir belə deyək ki, kədərə düşdüyümüz zaman ondan necə belə deyək ki, yəni ruhun belə deyək ki, o təkrar əhvalını, insan əhval ruhiyyəsini, insan psixologiyasını necə təkrardan bərpa edə bilərik? Biz buna bugün deyinməyə çalışacağıq maksimum. Ümumiyyətlə, yasla mən bunları yazmışam, bu yönünü izah etmək istəyirəm və biz burada Keymis'in və Mövlana'nın təslimiyyət doktrası arasındakı müqayisələrlə biz bunların izahını verməyə çalışacağıq, dəyərli dostlar. Deməli, yas itkilərlə üzləşərkən ruhun boşluq və kədəri qəbul etmə prosesidir. Yas itkilərlə üzləşərkən ruhun boşluq və kədəri artıq qəbul etməsi prosesinə deyirlər. Yəni artıq kədərə düşür. Buradakı ümid mexanizmi isə bu boşluqla barışaraq gələcəyə doğru hərəkət etmə və mənəvi inkişaf imkanını açmış olur. Yəni buradakı məqsədimiz bizim olur ki, duyğuların ruhun mənəvi və ekzistensial tarazlığını qorumaqda necə funksional olduğunu göstərmək deməkdir, dəyərli izləyicilər. Yəni əgər ki, sən bir belə deyək ki, problemlə üzləşirsənsə, əgər bir ruhsal boşluğa düşürsənsə, bil ki, həmən o emosiyadan xilas olmaq üçün başqa bir emosiya da var. Yəni biz bu psixologiyada olmalıyıq ki, deməli əgər bu varsa, bunun müqabilində bunun çarəsi də mövcuddur. Belə sadə dildə desək. Yəni insan bunu düşünməlidir və psixologiyasının ruh halına ona kökləməlidir ki, maksimum ağır depressiyalarla üzləşməsin. Yəni bu ümid faktoru, bu ümid və digər xilas edici emosiyalardan istifadə edərək o boşluqları aradan qaldıra bilsin. Biz bunlara baxmalıyıq. Bunun nəticəsində də nə olur? Yas və ümid insanın daxili tarazılığını təmin edən iki ziddiyyətli, lakin bir-birini tamamlayan emosional mənəvi komponentdir. Yəni biz birinci daxilən baxdığımız zaman bizə olduqca absurd gələ bilər. Biri məsəl üçün daha çox kədərli emosiya, biri isə belə ümid verici adı üstə yaxşı emosiya. Bunlar bir-biri ilə zidd görünə bilər, amma bir-birini tamamlayan emosiyalardır. Yəni bizim buradakı məqsədimiz insan təbiəti, insan ruhunun belə deyək ki, maksimum şəkildə diri qalmasıdır, qopmamasıdır. İkincidə isə Keymis və onun mənasızlıq, absurd fəlsəfəsinə deyinmək olacaqdır ki, Keymis'ə görə həyatın mahiyyəti absurddur. İnsan mənasızlıqla üzləşərkən ümid və qurtuluşu özündə yaratmalıdır. Üsyan isə buradakı mərkəz roldadır. Yəni, insan hər zaman mənasızlıqla üzləşdiyi zaman ümid və qurtuluşu
özündə yaratmalıdır. Ona görə də bunu yaratmaq üçün mərkəzdə dayanan emosiya və his üsyandır. Yəni, insan absurda boyun əyməyərək öz varlığını tam yaşamaq və mənəvi sərhədlərini tam şəkildə dərk edərək artıq qurtuluşa ərmiş olur. Yəni, düşünür, təfəkkür edir, ətraf aləmi seyr eləyir və bunun müqabilində bunun mahiyyətini dərk etmiş olur. Yəni, mahiyyətin də tam şəkildə absurd olmadığını da biz, indi bu Keynes fəlsəfəsinə görə belədir, amma biz bunu da hər zaman dərk etməliyik ki, yəni bütün yaradılmışlarda Allahın nişanəsi var və o boşu-boşuna yaranmamışdır, orada da bir hikmət var. Sən onu əvvəlki veriliş dərslərimizdə də dediyimiz kimi, sən onu düşünüb, təfəkkür edib, mənalandırıb, həyatında hikmətə çevirməlisən ki, sənin yaşayışın mənalana. İndi Mövlanə və təslimiyyətə baxaq. Burada Mövlanəyə görə isə təslimiyyət ruhun ilahi iradəyə boyun əyməsi, yəni Allaha boyun əyməsi və daxili sülhə çatmasıdır, dəyərli dostlar. Yəni təslimiyyət yalnız passiv qəbul deyil, o ruhun daxili tarazlığını təmin edən aktiv mənəvi bir prosesdir. Yəni necə ki, insan qarnı acanda onu məcburdur ki, doyurdursun, o ruhun qidası da məhz budur. İlahi iradə, ilahi qanunlara riayət etmək insan ruhunun mənəvi qidası kimi hesab olunur. Və belə deyək ki, buradakı ümid və qurtuluş təslimiyyət vasitəsilə insanın ilahi planla harmoniyasını təmin etmiş olur, dəyərli dostlar. Yəni, buradakı bizim məqsədimiz nə oldu? Təslimiyyətin insan emosional və egzistensial balansında necə rol oynadığını insan görməlidir və təfəkkür etməlidir. Yəni, buradakı, belə deyək ki, nəticəmiz isə o oldu ki, təslimiyyət insanın ümid və qurtuluşu ilahi ilə uyğunlaşdırılaraq daxili tarazlığı təmin edən mənəvi metod kimi çıxış edir. Və buradakı egzistensial belə deyək ki, seminologiyada ümid və qurtuluş, ümumiyyətlə buradakı Keynes və Mövlanənin yanaşmaları da belə biz diqqət edərsək bir-birini tamamlamış olur, dəyərli dostlar. Keynes insanın mənasızlıqla üzləşməsini, Mövlanə isə ilahi təslimiyyəti vurğulayır. Ümid, yas və qurtuluş birlikdə ruhun daxili tarazlığını təmin edən semiotik işarələrdir. Yəni, onlar insanın mənəvi və egzistensial inkişafının göstəricisidir, dəyərli dostlar. Yəni, buradakı əsas məqsəd isə insanın duyğularını və mənəvi təcrübəsini həm egzistensial, həm də ruhani baxımdan inteqrasiya etməkdir. Yəni, bunu da belə aça bilərik ki, nəticəmizdə də deyəcək ki, nəticədə isə bunu deməliyik ki, nəticəmdə deyim, belə burada bir söz demək istəyirəm ki, dəyərli dostlar, ümid, yas və qurtuluş insanın ruhunu həm egzistensial, həm də ilahi tarazılıqda saxlayan əsas semiotik və mənəvi komponentlərdir. Yəni, burada biraz çətin gələ bilər sizə. Mən əsas mənim bu dəqiqə, indi buradan, bu yazılardan dəlav olaraq, indi bu dəqiqə mənim demək istədiyim odur ki, insan bəzən heç bir səbəb, o bəlkə də əvvəlki verilişlərimizdə deyinmişik, dərslərimizdə, amma yenə də deyinək. İnsan ruhu bəzən görürsünüz ki, bir boşluqda olur. Hər şey qaydasında olsa belə, sanki bir şey çatışmırmış kimi bir his yaranır insanda. Bu, insan ruhunun acılığının bir simvoludur, dəyərli dostlar, mənəvi olaraq. Necə ki, insan bədəni acır və onu yeməklə təmin edirsə, insan da ilahi qanunlara tabi olaraq o ruhun mənəvi cəhətdən acılığını təmin etməlidir. Bu zaman insan həyatı maksimum şəkildə mahiyyətlənmiş olar və kamillik dərəcəsində olan əsas hədəfinə mühüm xidmət etmiş olar.
Yəni bu çox mühümdür bu yolda. İnsan məlumatları yalnız boş və mənasız şəkildə idarə etməməlidir, dəyərli dostlar. İnsan buna diqqət etməlidir, buna vaxt ayırmalıdır, bunu düşünməlidir. Çünki bizim bu həyatımızdakı yaşayışımız boşu-boşuna deyil. Yəni burada da bir məqsəd var, burada da bir belə deyək ki, əsas bir hikmət var ki, biz bunu başa düşməliyik və bunu dərk etməliyik ki, bizim bu dünyaya gəlişimiz boşu-boşuna deyil. Biz bir hədəf çərçivəsində bu dünyaya gəlmişik və o hədəf uğrunda maksimum şəkildə çalışmalıyıq, dəyərli dostlar. Buna addım atmalıyıq, bu yönlü çalışmalıyıq. Ona görə nəticəmiz nə oldu? İnsan ruhu da hər zaman belə deyək ki, qidaya ehtiyacı var. İnsan ruhunu hər zaman doydurmalıdır və hər zaman ruh, belə deyək ki, bəzi kədərə düşdüyü zaman bunun alternativində olan, çıxış yolu olan bir digər emosiyalardan da istifadə etməli olmalıdır. İnsan ətraf mühitə baxmalıdır, düşünməlidir, təfəkkür etməlidir, səbirli olmalıdır. Bütün müsbət xüsusiyyətlər, baxın bunu deyib bitirirəm. Bütün müsbət xüsusiyyətlər ki var, bunun bir qismi də ola bilər. İnsan xüsusiyyətinə, xasiyyətinə çevrilərsə, bu zaman insan həyatını necə də gözəl və aktiv olduğunu biz görmüş olaraq, dəyərli dostlar. Sualınız varmı bura qədər? Ümid edirəm, yəni açıq aydın hər şeyi başa düşdünüz də nə demək istəyirəm. İndi biraz şifrəli də danışıram. Bir sizin özünüz başdan baxın, bir düşünün, təfəkkür edin. Əminəm ki, siz öz xasiyyətinizə, öz düşüncə tərzinizə uyğun olaraq bir məna tapmış olacaqsınız. İnşallah gələcək dərslərimizdə görüşənə qədər diləyirəm. Dəyərli dostlar, sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Təşəkkür.